Və sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə təhsil işçiləri üçün istirahət proqramı təşkil olunub. Məqsəd Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Həmkarlar İttifaqı üzvlərinin sağlamlığının qorunması və səmərəli istirahətinin təşkilidir. Ben 26 ilin müəllimiyəm. Bugün elə bil ki, mənim o 26 illik yorğunluğum, bu 2 gündə mən onu elə bil ki, üstümdən atmış oldum. Buna görə də çox məmnunam. Qazax, Tovuz və Ağstafa rayon komitələrinin ilk Həmkarlar İttifaqı sədrləri ailə üzvləri ilə birlikdə ümumilikdə 100 nəfərə yaxın təhsil işçisi bu proqramdan yararlanır. İstirahət AİK-in nəzdində fəaliyyət göstərən Abşeron, Buzovna, Şıx və Miras Sanatoriya kurort mərkəzlərində təşkil edilib. Çox özümüzü rahat hiss edirik, cümlə hiss edirik. Hər şey yüksək səviyyədədir. Müəllim işi çox çətindir. 3 günlük bizə o bütün çətinlikləri unutturdu. Yəni dincəldik, istirahət elədik. Yəni nə bizə lazım olan xidmətlərdən geniş istifadə elədik. İki gündür buradayam. Mənim üçün çox xoş oldu buraya gəlmək. Neçə vaxtı özümüzə vaxt ayıra bilmirdik. Bəlkə də zaman qısıtlığından yaxşı ki gəldik. Son illər təhsil işçilərinə yönələn sosial layihələr və həyata keçirilən ardıcıl tədbirlər üzvlər tərəfindən müsbət qarşılanır. Gündəlik iş rejimindən kənar bu günlər təhsil işçilərinə həm dincəlmək, həm də ailələri ilə vaxt keçirmək imkanı yaradır. Mən çoxdan da belə istirahət eləmirdim. Doğrudan çox pozitivəm, gözəl ruhu yüksəkliyi yaranıb. Əlbəttə buradan gedəndə də böyük ruh yüksəkliyi ilə işləməyə davam edəcəm mənim kimi. Həqiqətən də nə yaxşı ki biz elə bu zonanı seçdik və inanıram ki, başqa müxtəlif sanatoriyalarda olan həmkarlar da mənimlə eyni fikirdədir. Çox gözəl, çox möhtəşəm, yüksək səviyyədə qarşılandıq. Qeyd edək ki, bu cür istirahət proqramları ölkənin digər regionlarında çalışan təhsil işçilərini də əhatə edir və mərhələli şəkildə davam etdirilir. Təkcə ötən il 30 mindən çox təhsil işçisi ailə üzvləri ilə birlikdə eahik.az elektron rezervasiya sistemi vasitəsilə bu imkandan yararlanıb. Fidan Səfərov, Qan Bayramov, Space xəbər.